Dostlar, vəziyyət biraz krizisdir. Gedirəm Ağdama soğan gətirib Bakıda satacağım. İzləmədə qalın. Dostlar, necə deyərlər, quzu qurdun, yol fordun, yolumuz açıq olsun. Sevilirsiniz. Bütün Ağdamlı qaqaşlarıma salam olsun. Videonu bəyənib təkrar paylaşmağı unutmayın dostlar. Əmi, soğan neçədən deyirsən? Kilosu 2 manatdan götürmə. Halal oğlana oxşuyursan. Əmi, balaca balam var, kriz istəyən manat yarımdan razılaşaq. Olar oğul problem yoxdur. 50 qəpiyinə kasıblayası deyilik. Hə qaqa, andola belim qırıldı, tay taqətim qalmadı. Valla Aftandil əmiyə halal olsun dedi. Ay bala, 50 qəpik sənə qurbandır. Evinə bir tikə banan aparmaq üçün düşmüsən yollara. Halaldır. Gəl ay müştəri, Ağdam soğanıdır, min bir dərdin dərmanı. Abala 2 kilo soğan çək. Baş üstə nənə, bu dəqiqə çəkirəm. Abala bu 2 kilo deyil, çox ağırdır. Ay nənə, tərəzi səhv çəkib başına dönərəm. Hə dostlar, bugün də halal yolla bir tikə banan pulu çıxardıq. Deyin görək, növbəti dəfə hara gəlim?